istirahət edib bu şeyinizi oxuyun. Bu müharibələrə etiraz olaraq, bombalara etiraz olaraq oyun oyuncaq, hansı ki bu söz Quran ayəsində, Quran kitabında dünya oyun oyuncaqdan başqa bir şey değildir. Bu dünya oyun oyuncaqdan başqa bir şey değildir. Bu Quran-ı Kərimdə var. Mən də bu sözün əsasında oyun oyuncaq şeiri yazmışam. İndi baxın belə. Bu dünya bir oyuncaqdır. İçi dolu körpələri. Mən körpənin oyuncağı 7 notdur. Başqa bir şey deyil. Bu dünya oyun oyuncaqdan başqa bir şey deyil. Kəsmə bükmək deyil, vəsmə çəkmək deyil. Görün siz nəyə dirməyil. Baxın görün, gileyin məğzi, küləyin səbəbi, oyuncaqları sovurmaq, qarlı dağları ovutmaq. Oyuncaqlar davasının savaşı. Nə şirin oyuncaqmış dünya. Çox ağır bir oyuncaqdır. Vecə gəlməz, gücə getməz, sözə yetməz. Yəni sənə çox şirindir bu oyuncaq. Ay körpə, ana südü, dağ çiçəyi verdi sənə bu dünya. Yetməzmi? Dəyməz belə savaşa ki, körpələrin ingələri, oxu atdın, yayı gizlədin innələri, iynələri saplamadan naxışların nəcvarı. Bu dünya oyun oyuncaqdan başqa bir şey deyil. Görün siz nəyədir meyil? Elə deyil, belə deyil. Oyuncaqlaradır feil davasının xəbəri. Xəbər gəldi o taydan, yekə bir oyuncaqdan. Oyun çıxdı nə boyda, uzunluğu bu boyda. Boydan boya düzdülər, düzdülər ha düzdülər. Bomban deyirsiniz. İndi sən necə başa düşdün? Mən səhərdən qulaq asam nəsə. Onda sənin heç fəlsəfən yoxdur ki. İnanmıram, sənin fəlsəfən var axı. Var, can. Başa düşmədim. Dediniz nə boyda, sonra o bombanı nəzərdə tuturdu. Bəli, oyun çıxdı nə boyda, uzunluğu bu boyda. Boydan boya düzdülər. Düzdülər ha düzdülər. Başqa bir şey deyil. Bu dünya oyun oyuncaqdan başqa bir şey deyil. Yəni ki, kim üçünsə bomba oyuncaqdır, kim üçünsə mənim üçün 7 not oyuncaqdır. Paşa müəllim üçün öz sənəti, yəni ki, dünyada hər bir insan öz başını, ya əsas odur ki, bir oyuna, amma əsas odur ki, Böyük Hüseyin Cavidin, bəli, Böyük Hüseyin Cavidin sözləri var ki, yəni ki, kəssə hər kim tökülən qan izini, qurtaran dahi odur yer üzünü. Valla bax, mən sizə bir sözüm üzrə demək olmasın. Siz inanırsınız ki, mənim istirahətimin təməlini siz qoydunuz. O qədər belə diqqətlə mən qulaq astım sizə, o qədər diqqətli cəlb eləmək qabiliyyəti var sizdə və mən sizə deyim, mən açığım deyim, heç gizlətmirəm də bunu deyirəm. Mən bir dəfə Elza xanımın şeirinə körəlmişəm, ağlamışam, valla. Vaqifin ətri, onu gətirmişəm sənə görə. Mən gizlədirəm, xoşum gəlmir, efirdə körəlmək. Onu mən sənə görə gətirmişəm, Elgiz. Demək, Vaqifin ətri, o şeir necə gözəl şeirdir. Vaqif Səmədoğlu mən məhdər qaldım, ağzım açıq qaldı ki, sözüm mən bunu etiraf edirəm ki, gözləmirdim həqiqətən də sizdən belə məntiqli bir şey. Niyə gözləmirsən ki? Nə bilim, bilmirəm da, indi nə bilim. Sən gözləməlisin, niyə gözləmirsən ki? Ben nə oldu ki? Amma mən o şeiri sizdən eşitdim. Hələ ondan da qəşəngləri var. İnşallah kitabın çıxanda daha çox kövrələcəksən, yaxşı mənada. Çox təşəkkür edirəm. Mən sizə can sağlığı arzu edirəm, var olasınız, minnətdaram sizə.